Neydi o? Aha, rubrika, şahaçılar rubrikası başladı. 1, 2, 3. Все. Əslində bizim burada videonu çəkmək məqsədimiz nədədir? Bütün stereotiplərdən çıxmaqdır. Yəni çox tükəndik ki, deyirlər ki, hər dəfə bir qayda ilə çəkin. Aynı bir danışığın o deyil, aynı bir oturuşun o deyil. Amma xarici saytlara baxsanız, valla heç kimin də ritminə deyil, necə oturublar. Sigaretini çəkirlər, içkimi içirlər. İnsan danışır əhvalından, hadisələrdən, işindən, gücündən və onunla da qazanc əldə edir və yaxud onunla da insanları maarifləndirir hər hansı bir hərəkətlərə. Biz niyə bunu etməyək? Tükəndik, bezdik artıq. Lara coşdu. Niyə özümüzə bu qədər zülm veririk ki? Əslində mən deyərdim ki, daha səmimi söhbət üçün ehtiyac yoxdur ki, bu nə bilim ortam fərqli olmalıdır və yaxud da ki, qulaq asmaq istəyən sadəcə sənin səsinə qulaq asacaq, heç ortama baxmayacaq da mən deyə düşünürəm. Ən önəmlisi doğru bilgi çatdırmaq və səmimi söhbət mənə görə. Evet, bu 100% belədir. Çünki çox insanlar tükəndilər artıq bu saxtalıqlardan. Çünki hər dəfə bizi çalışıblar, sosial çevrə hər zaman çalışır, qayda-qanun çalışır ki, bizi bir çərçivəyə salsın. Çərçivələr artıq işləmir. Bilməm, biliyor musunuz siz bunları? Amma həqiqətən artıq işləmir. Biz uşaqlarla pulun necə işləmə qaydasını öyrənirik. Çünki pul artıq öz istiqamətini dəyişib. Çünki artıq insanlar çoxusu itkiyə doğru gedirlər. Çox qəribə hadisələr baş verir bu aralar. Bayağı klientlərdən yəni bunları eşidirik biz. Hə, belə deyək də, bu mənə elə gəlir ki, mən özümdə də bunu neçə vaxt sənə də deyirəm, özümdə də hiss elədiyim bir şey var ki, bir transformasiya gedir. Dünya, qlobal bir dünya üzərində məncə bir transformasiya gedir ki, dünyanın dəyişiminə doğru getdiyimiz üçün də bəlkə ondan əlaqəli ola bilər deyə düşünürəm. Düzdür. Çünki bu ümumiyyətlə tendensiya bir tək bizdə deyil, bütün dünyada baş verir. Yəni kainatda bu baş verir. Deməli hər kəsdə, bütün ölkələrdə bu təsirini göstərir. Okey, indi deyə bilərsiniz ki, əslində yox elə bir şey yoxdur. Nə bilim, insanlar yenə də öz qazanclarını əldə eləyirlər və s. Amma inanın ki, travmadan qazanan çox insanlar var ki, onlar öz necə deyim, investigatorluqla, yəni dırnaqlarıyla qazıya gəlirlər və artıq özlərini heçə sayıb o yola doğru başvururlar. Bəli, o insanlara qazanc gəlirmi? Gəlir, amma sual versəniz ki, nə qədər bu insan xoşbəxtsə nə cavab verir? Məncə o insanlar heç də xoşbəxt deyirlər, zənn edirlər ki, xoşbəxtdirlər. Bir də sən danışarkən belə bir cümlə gəldi mənə ki, ümumiyyətlə artıq əziyyətlə deyil də, asanlıqla qazanca doğru gedilir ki, bu bir ara bir neçə il var idi ki, bolluq bərəkətsən bolluqsan, bolluğunda hiss edəndə yaradan hər kəsə bolluq bərəkəti nəsib edir falan. Elə bilirəm ki, artıq o dövrə gedirik. Bir var dildə dediyimiz o dövr, amma mənə elə gəlir ki, bu bayaq dediyim transformasiyada məhz ona gətirir insanları ki, asanlıqla, yəni əziyyət çəkmədən, cırmaqlamadan, yəni rahatlıqla da o bolluğu sən belə hüzurda olaraq, o qəlbini açaraq da o bolluğu əldə edə bilərsən. Sadəcə yaradana güvən. Bəli. O gəlirik əsas mövzumuza. Əslində indi puldan başladıq, biraz da pulu açaq, biraz daha çox açaq. Elə bir proses baş verir ki, necə ki dedim, pul öz vektorunu dəyişib, öz istiqamətini dəyişib. Dünya ümumiyyətlə 2030-cu ilə qədər